İmanlı, inanclı insan istəyər ki, onun ətrafı da, dostu da, qohum-əqrəbəsi də, ailə üzvləri də Allaha o dərəcədə bağlı olsun. Bu Allaha sənin xeyrinədir, sənin elə bir ki, nicat tapmağın üçündür. Çünki din özü bir nəsihətdir. Din bütövlükdə nəsihətdir. Nəsihət olmalıdır. Yəni biz axı bioloji varlıq deyilik ki, deyim ki, bizim üçün həyat bitdi, o inancda deyilik ki, ömür də bitdi, axirət də yoxdur. Bax, elə yanaşma da fərqi də bundadır. Biz iman gətirmişik ki, bu həyat bizim üçün sadəcə bir imtahan meydanıdır. Hər kəs öz yükünü özü yığır, savabını da, günahını da, hər bir şeyini də və bütün hesablar qalır axirətə. Və mən də istəyirəm ki, istər ailə üzvüm olsun, istər qonşum olsun, istər qohumum olsun, istər həmvətənim olsun, nicat tapsın bu mənada. Allahın dediklərinə dönsün, qayıtsın, Rəbbinə qayıtsın, halalı haramı bilsin, zülm etməsin, qul haqqına girməsin. Bir məsələnin yazılı olması səni ona vadar etmir. Bu qədər məsələsidir. Məsələn, Səidə xanımın 2 qədəri var. Bir qədər odur ki, harda doğulacaq məsələn, hansı cinsə sahib olacaq, kişi mi olacaq, qadın mı olacaq və s. ilaxır. Bu ayrı bir qədərdir. Və bir də var özgürlük qədəri. Özgürlük qədəri odur ki, Səidə xanım bugün burada hansı sualı verəcək, hansı mövzuya toxunacaq, bugün işdən çıxıb hara gedəcək, nə yeyəcək, nə içəcək, nəyə inanacaq, nəyə inanmayacaq, nəyə qəbul edəcək, nəyə qəbul etməyəcək, o qərarları özgürdür, özü verir. Burada Allah sizə müdaxilə etmir. Ne üçün? Çünki belə bir müdaxilə olsa, o zaman nə sizin, nə mənim, nə başqasının mühakimə olunmağının mənası, ədaləti qalmaz. Zaten deyərik ki, Allah bizə bunu yazdı, biz də bunu etdik. Məsələn, bugün kimsə bilsə ki, onun qədərində maşın vurmaqla ölmək var. Çıxıb 9-cu mərtəbədən özünü atmamalıdır ki, mənim qədərimdə maşın vurmaq var. Bir yoxlayım, sınayım, görüm 9-dan özümü atsam öləcəm, yoxsa ölməyəcəm. Belə şey yoxdur axı. Bu bir məsələ. Qədər məsələsini insan özü həyata keçirir. Sadəcə Allah öz elmi ilə kimin nə edəcəyini bilir. Amma o bildiyi və yazdığı səni məcbur etmir. Çünki əksi halda axirətdə nə mizanın, nə tərəzinin, nə hesabın, nə savabın, nə günahın heç bir mənası qalmayacaq və qalxacaq. Eynən biz desək ki, məsəl üçün Allahı niyə görmürük? Zaten Allah özünü göstərsə onda imansız qalmayacaq. Bəs imtahan necə olacaq? Bəs imtahanlar necə imtahan? İnsanlar Allah necə imtahan olacaq? Allah ona görə özünü göstərir ki, imansızlar olsun. Bütün insanların seçimi olsun. İman gətirən iman gətirsin. İman gətirməyən gətirməsin. Məcburiyyət olmasın. Bununla məcburiyyət aradan qalxır. İnsan özü öz seçimini, özü öz qərarını verir bu mənada. Bunun hikmətlərindən